Qarabağda Şərqi Zəngəzur regionunda balıq ehtiyatlarının öyrənilməsi çox əhəmiyyətlidir. İşğaldan sonra burada ümumiyyətlə ekoloji vəziyyətin qiymətləndirilməsi aparılmışdır və müəyyən edilmişdir ki, ermənilər tərəfindən çox büyük bir ziyan və transportun bırakılmasını müşahidə edilir. Burada həm balaca balıqlar var, həm də ki, töredici balıq, böyük balıqlar var. Bir illik, 2 illik və töredici üçüncü balıqlar var. Bunlar ekoloji balıqlar. Şərqi regionunda, Şərqi Zəngəzur regionunda 23 balık var və bunlardan mesela bulanın faunasının bərpası üçün Bol Nazirliyi tərəfindən böyük işlər aparılır və Nazirliyi tərəfindən bu işlər aparıldıqda o cümlədən də özel sektordan deməli işlər edən təsərrüfatlar bizə kömək edir. O cümlədən mesela Asfarin Öğrenci tərəfindən bilgiyə yetişdirmə vaxtında Bugün 29 iyun 2022-ci il Həkəri çayının Zəngilan ərazisindən keçən hissəsinə, yəni Ağalı kəndi ərazisində, daha doğrusu İlanlı kəndinə yaxın hissədə bu çayda təbii məskunlaşan, yaşayan, çayın sakini olan farel balıqlar buraxıldı Ekologiya Nazirliyi tərəfindən. Biz de bu kısa videonu çəkib xatirə kimi saxlayacağıq. Gələcəkdə də kanalımıza, EcoTime kanalına yerləşdirəcəyik inşallah. Nasıl olsun.